biz valideynlər arasında bayaq da qeyd elədiniz, müəyyən adda peyvəndlər var ki, mən onların adlarını çəkmək istəmirəm. Həmin peyvəndlər qorxu mənbəyidir. Biz qorxuruq həmin peyvəndlərdən uşaqlarımıza tətbiq eləməyə. Ümumiyyətlə, varmı tibbdə hansısa doğrudan da yan təsiri olan peyvəndlər? Peyvəndlərimiz bilirsiniz ki, canlı peyvəndlərimiz var, cansız. Yəni virulentli öldürülmüş peyvəndlər var və peyvəndlərin tərkibində mütləqdir ki, yumurta zülalı olur əksəriyyətində. Bəzən bir neçə komponentlər, jelatin ola bilər, maya ola bilər, antibiotiklərdən də ola bilər, hansı ki, bunlar uşaqlara allergik reaksiyalar verə bilər, əlavə təsirlər verə bilər. Yəni elə bir tədbir peyvənd öncəsi görmək və uşağı hər hansı bir müayinələrdən keçirtmək ki, %100 sənin uşağın yoxlayaq və bilək ki, peyvəndə reaksiyası olacaq ya yox, elə bir tədbir yoxdur. Bayaq dediyim kimi, yalnız birinci dozadan sonra biz bilə bilirik ki, həmin peyvəndə qarşı reaksiyalar necədir. Amma ümumilikdə statistik olaraq, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi normativlərə əsasən, yəni orada 100-200 uşaqdan söhbət getmir, orada milyonlarca uşaqlardan söhbət gedir. Belə hesab olunub ki, 1 milyon uşaq içində ağırlaşma halları peyvənddən 13 hal nəzərə alınıb, 1 milyon uşaq içində. Və daha çox bu düşür qızılca, məxmərək və parasit əleyhinə peyvəndin üzərinə. Yumurta zulalı ilə zəngindir, 3 canlı vaksindir və 3 komponentdir orada və ən çox ona qarşı səpkilərin olması, daha sonra 1 həftə 10 gün ərzində qızılcavari səpkilərin üzə çıxması, qızdırmanın olması, yəni bu da həmin peyvəndə əks göstəriş sayılmır. Bu həmin peyvəndə qarşı olan əlavə reaksiyadır, allergik reaksiyadır. Və bu, yenə də deyirəm, ilk 30-da, yəni mümkün ola bilməz ki, siz bu peyvəndi səhər saat 10-da elədiniz və axşam saat 10-da sizdə boğulma halı baş versin. Yəni bu hal, ağır allergik reaksiya ilk 30-40 dəqiqə ərzində özünü göstərməlidir. Özünü göstərmirsə, sizin artıq axşam, səhəri günü, bir həftə sonra baş verən reaksiyanız ikincili əlavə reaksiyalardır və bunlar həyati təhlükə hesab olunmur.